Salam dəyərli müəllimlər, deməli termometrlərə aid maraqlı bir test nümunəsi ilə sizi tanış eləmək istəyirəm. X və Y termometrləri normal atmosfer təzyiqində suyun donma və qaynama temperaturlarını şəkildəki kimi göstərir. Buna əsasən hansı temperaturda X və Y termometrləri eyni qiyməti göstərir? Eyni qiymət deyəndə tutaq ki, eyni deyəndə buna deyirəm A-da. Deməli, bu da olacaq A. Eyni bu deməkdir. Yəni, bizim qaydamız belədir. Bax, 90-dan 20 çıxıram. Sonra A-dan 20 çıxıram. Burada da eyni qayda ilə. 100-dən 30-unu çıxıram. Sonra A-dan 30-unu çıxıram. Deməli, nə olacaq? 90 çıx 20 böl A minus 20 bərabər eləyirəm. 110 minus 30 böl A minus 30. Всё. Deməli, 90-dan 20 çıxanda qalır 70. Böl A minus 20 bərabərdir 80 böl A minus 30. Bunlar ixtisar gedir. Tənasüb kimi vursam 8A minus 160 bərabərdir 7A minus 210. Deməli, burada olacaq 8A minus 160 çıx 7A plus 210 bərabər 0. 8A çıx 7A deməli, plus 210 bərabərdir 160. Onda A-nı burada nə tapırıq? 210-dan 160 çıxanda nə verir bizə? Mənfi olacaq da burada. 0. 11-dən 6 çıxanda qalır 5. 50. Deməli, cavab olacaq B variantı. Diqqətinizə görə sağ olun.